Ərəblərin bir məşhur sözü var, deyirlər ki, dəvənin ayaq izləri dəvənin varlığının dəlilidir. Dəvənin ayaq izlərini görsən, nə deyəcəksən? Buradan bir dəvə keçib. Və yaxud da mən sizə desəm ki, baxın oradan duman çıxır. Nə baş verir? Hamı deyəcək ki, yanğın baş verir. Yanğını görən oldu mu? Yanğını görən olmadı. Adamlar nə deyirlər? Biz gözümüzlə görmədiyimiz şeylərə inana bilmərik deyirlər. Sən yanğını gördün mü, görmədin? Niyə inandın? Çünki bilirsən ki, duman hardan çıxır? Yanğından çıxır. Vallahi bizim Rəbbimizə olan imanımız, siz necə ki günəşi gördüyünüz zaman günəş var deyirsiniz, biz də aləmlərin Rəbbi olan Allahın varlığına o şəkildə iman etmişik. Kim ki Allah yoxdur deyirsə, zənn et ki, o adam günəşi görür və deyir ki, günəş yoxdur. Günəşi görür və deyir ki, günəş yoxdur. Bu qədər məsələ açıqdır. Fəqət körlər günəşi görməzlər. Tək körlük da insanın gözünün qapalı olması deyil. Bəzən insanın bəsirət gözü də kör ola bilir.